Mən istəyirəm bugün İslamdan öncəki dövrün müsbət xüsusiyyətlərindən danışaq. O dövrün mənfi xüsusiyyətləri var idi, amma təqdim olunan qədər də yox. Peyğəmbəri belə təqdim edirlər ki, elə bir cəmiyyətdə idi ki, elə 5 dənə adamın fəziləti olsaydı, orada elə seçiləcəkdi. Nə böyük hünər eləyib ki, Peyğəmbər. Orada ixtilaflar var idi, bəli var idi. Müharibələr var idi. Bəyəm indi müharibələr yoxdur ki, indi daha qanlıdır. Amma onların arasında əhd bağlanırdı, qoyduqları imzaya başları ilə cavab deyirdilər. Bir cəmiyyətdə əhdə vəfa xüsusiyyəti varsa, bu fəzilətdən xəbər verir, yoxsa yox. Bugün bir çox qərb dövlətlərinin riayət etmədiyi prinsiplərdir. Bugün imzanın nə dəyəri var? Bugün atır, sabahda görürsünüz də, dünya siyasətini izləyirsiniz. Bugün bir cür danışır, razılaşır. Bir ildən sonra heç nə elə bilir ki, bu imza atmayıb. Öz imzasını etibarsız eləyir. Əhdin heç bir dəyəri olmadığı bir dönəmdə o dövrün cəmiyyəti daha mütərəqqi idi. Müəyyən bir cəmiyyət içində evlənmək üçün qaydalar tətbiq edilirdi ki, bugün həmin qaydalar qərb cəmiyyətlərində yoxdur. Cinsi azadlıq adı ilə heç bir qayda tətbiq edilmir cinsi münasibətlərə, razısınız. Amma orada müəyyən bir qaydalar var idi ki, düzdür, primitiv idi, amma tətbiq edilirdi. O cəmiyyətdə yaxşı insanların hörməti var idi, razısınız. Əbdülmütəllib hörmətli bir adam idi. Bir cəmiyyətdə ki, fəzilətli adama hörmət qoyurlar. Əbu Talib Peyğəmbəri o hörməti hesabına himayə edirdi. Fəzilətli adam idi, ərəb cəmiyyəti ona hörmət qoyurdu, hörmət göstərirdi. Peyğəmbər özü necə məşhur olmuşdu Peyğəmbərliyindən əvvəl? Bilirsiniz də Əmin adı ilə, hamı bunu əzbər bilir. Əhsən belə bir cəmiyyətə ki, doğrucu adama sayğı göstərir, ona Əmin adı qoyur, onu əmanətdar hesab edir. İndi benim doğrucu adama o qədər hörmət edirlər. Bu cəmiyyət dinə bağlı cəmiyyət idi. Düzdür, dinləri təhrif olunmuşdu. Kəbə var idi. Kəbə hörmət sahibi idi. Düzdür, səhv ayinləri var idi. Qurbanı kəsib qanını Kəbəyə sürtürdülər. Məsələn, bütlər qoymuşdular. Amma onlar bütləri yaradan hesab etmirdilər. Onların təkallahlığından qaynaqlanan dinləri var idi ki, sonra təhrif olunmuşdu. Quran da deyir ki, onlardan soruşsun, yaradan kimdir? Ləyəqulunnəllah. Ləyəqulənnəllah deyərlər ki, Allahdır bizi yaradan. Allahın yaradıcı olmasına inanırdılar. Səy ayini qalmışdı iki dağ arasında səy. Həzrət İbrahimin, Həzrət Hacərin, İsmailin ayini idi. Orada ədəbiyyat inkişaf eləmişdi. Və ədəbiyyatın inkişaf eləməsi bir göstərici deyil bir cəmiyyət. Çünki söz sənətinin inkişaf eləməsi. Bəli, o dövrə cahiliyyət dövrü deyilik. Amma İslamın yüksək mədəniyyəti ilə, mənəviyyatı ilə müqayisədə cahiliyyət dövrü adlana bilər. Və Peyğəmbər fəzilətlərə dəyər verilən bir cəmiyyətdə seçildi.